Toplu WhatsApp mesajları göndərərkən spama düşməyin 5 əsas səbəbi və onların həlli. İlk öncə, ən əsas səbəb report və blok olunmaqdır. Necə edək ki, blok etməsinlər, bunu 5 səbəbdən sonra qeyd edəcəm. Burada ilk dəfə yazdığınız halda blok düyməsi var və bunu 2-3% insan artıq tıklayırsa, sizin reytinqiniz aşağı düşür. Göndərmə sürəti. Birbaşa 400-600-800 min nömrəyə göndərməyə əvəzinə 50-dən göndərsiniz, fasilə verirsiniz 100, daha sonra yenə fasilə, daha sonra 100 nömrəyə, daha sonra fasilə, daha sonra 150 nömrəyə göndərirsiniz. Eyni şablondan həmişə istifadə etmək. Şablonlarda məzmun eyni olsa da mesaj fərqli olmalıdır. Yəni eyni məzmunu fərqli mesajlarda göndərmək. Bunu necə eləmək lazımdır deyəcəm. Kontakt siyahısında olmamaq. Bu birinci problemə aiddir və siz uzun müddətdə müştərilərinizin kontakt siyahısında olmalısınız. Buna təşviq etməlisiniz. Çünki bu uzun müddətli prosesdir. Geri dönüş nisbəti. CTA yoxdur və ya oxunaqlı deyil. CTA nədir? Call to action. Yəni nə etməli olduğunu göstərən mesaj. Tutalım ki, plus yazın və məlumat verək sizə. Bu halda insan bilir ki, üstə yazsa ona məlumat veriləcək və satış adamı da biləcək ki, bu insana zəng etmək üçün səbəb var. İndi gəlin qayıdaq, ən böyük problem olan report və blokda bizim elə biləcəyimiz yeganə hissə məzmun strukturudur. Məzmun çünki bizim kontrolumuz altındadır. Burada 4 etaplı bir məzmun strukturunu yaza bilərik. Salam, hörmətli, dəyərli, ad. Tutan ki, salam, sənam. Kontekst, niyə yazırsan? Siz klinikamızda müayinə ilə maraqlanmışsınız. Daha sonra etibar və fayda. Hal-hazırda həkim qəbuluna əvvəlcədən yazılmaq mümkündür. Və sonda soft bir CTA qoya bilərik. Üstə yazın, sizə uyğun vaxtı yoxlayaq. Bunu yazdığınız halda emojisiz və uzun cümlələri kənara qoyaq. Birbaşa dəyərə fokuslandığınız halda insanlar sizi çox az halda blok edəcəklər. Və bu uzun müddətdə sizin brendinginizə müsbət təsir göstərəcək. Toplu mesaj.az proqram təminatından istifadə etdiyiniz halda göndərmə sürətini idarə edə biləcəksiniz. 5 fərqli şablonu göndərə biləcəksiniz. Ad və soyadları dinamik olaraq əlavə edə biləcəksiniz və yaxud da ki, digər parametrləri və sizi xüsusi PDF-lərlə təmin edəcəyik ki, geri dönüş nisbətiniz müsbətə doğru getsin.